Salam, hər vaxtınız xeyir olsun. Bu günləri mən sizə BSG 7-nin, daha doğrusu 7-ci sinif üçün olan BSG-nin qrammatika suallarının izahını verəcəm. Gəlin başlayaq. Deyir ki, 6-dan başlayırıq. Qrammatika sualları 6-dan başlayır. Xalq ölkənin bu çətin günündə düşmənlərlə mübarizə üçün ayağa qalxdı. Cümləsində subyekti seçin. Subyekt cümlədə subyekt anlayışı var, obyekt anlayışı var və hərəkət anlayışı var. Subyekt işi görən canlı varlıq olur. Obyekt üzərində iş görülən canlı və ya cansız varlıq olur. Hərəkət isə görülən hərəkətdən söhbət gedir. Xalq ölkənin bu çətin günündə düşmənlərlə mübarizə üçün ayağa qalxdı. Ayağa qalxdı. Kim? Xalq. İşi icra edən, işi görən kimdir? Xalqdır. Deməli, subyektdə nə olacaq? Xalqdır. Il və ın şəkilçiləri feilin hansı qrammatik məna növünün şəkilçisi deyil? Il və ın şəkilçisi məhsuldar şəkilçidir. Məhsuldarı o baxımdan deyirəm ki, yəni amonim şəkilçidir. Bir çox məna növünün şəkilçisidir. Hansılardır? Məhsul növünün şəkilçisidir, şəxsiz növün şəkilçisidir, qayıdış növün şəkilçisidir. Amma qarşılıq birgəliklə icbarın şəkilçisi deyil. İcbarda dır və t, qarşılıq birgəlikdə isə ış şəkilçisidir. Üstü dörtgənli şəkilçiləridir. Feilin qrammatik məna növlərinə aid olmayan variantı seçin. Feilin qrammatik məna növləri hansılardır? Məlum, məhsul, icbar, şəxsiz, qayıdış, qarşılıq birgəlik və s. Daha doğrusu bunlardır, vəzarəsi yoxdur. Arzu feilin qrammatik məna növü deyil, şəklidir. Məsdər işlənmiş variantı seçin. Məsdərin şəklisi nədir? Maq, məqdir. Bunlardan avtomatik olaraq 3-ü çıxır, çünki bunlarda maq-məq yoxdur. Yazmaq və ilmək sözləri uşaqları səhv istiqamətə apara bilər. Burada nə edirik? Kök və şəkilçiyə ayırırıq. Yaz sözün kökü, maq-məq şəkilçi, ilmək sözünün kökü il ola bilməz. Çünki mən öyrətmişəm. Sözün quruluça növündə sözü kök və şəkilçiyə ayırırsan və ayrılan kök və şəkilçi bir-biri ilə məna cəhətdən bağlı olmalıdır. Yəni arandan, dağdan sən götürüb iki sözü birləşdirib buna düzəltmə söz deyə bilməzsən. Yəni bir sözlə ilmək sözünün kökü ilə ilmək olduğu üçün buradakı maq-məq şəkilçisi söz düzəldici şəkilçi və yaxud da ki, məsdər şəkilçisi deyil. Eyni çıxırsan, cavab olur D variantı yazmaq. Yaz sözün kökü maq-məqdə məsdərin şəkilçisidir. Eyni zamanda hərəkətin üzərinə artırılır. Biz bilirik ki, maq-məq hərəkəti izah edir də, yəni hərəkətin üzərinə əlavə olunmalıdır. Nəqli keçmiş zamanda olan feilin müəyyən edin. Nəqli keçmiş zamanda olan feil mışdır. Şuhudi keçmiş zaman isə d-dır. Biz nə axtarmalıyıq? Mış axtarmalıyıq. Uzaqlaşmışsan. Belə cavabımız A variantıdır. Uzaq sözün kökü uzaqdan. Laşleş leksik şəkilçi. Mış qrammatik şəkilçi. San şəxs onluğu. Kömək edirmişlər. Burada et sözün kökü ir isə zaman şəkilçisidir. Mən öyrətmişəm. İrdən zaman şəkilçisindən sonra artırılıbsa, buradakı mış zaman şəkilçisi yox, imiş hissəcidir. Saxladınız. Burada ümumiyyətcə yoxdur. Nəqli keçmiş olarmış. Ol sözün kökü ar zamandır. Zamandan sonra gəlibsə imiş hissəcidir. Olmazmış. Ol sözün kökü m inkar. Buradakı az əzdə demişəm. Əgər ar zaman şəkilçisi inkarla bərabər işlənirsə, avtomatik olaraq ar az formasına keçir. Və buradakı az zaman şəkilçisi olduğu üçün buradakı mış da imiş hissəcidir. Cavab olur A variantı. Təsriflənən feilləri müəyyən edin. Feillər iki yerə bölünür. Təsriflənən və təsriflənməyən. Təsriflənənlər zamana görə dəyişənlər, yəni ki, feilin şəkilləri ümumiyyətcə əmr, arzu, xəbər, lazım, şərt, vacib bu şəkillərdə olanlar feilin təsriflənən formasıdır. Amma məsdər, feili sifət və feili bağlama isə feilin təsriflənməyən formalardır. Yazdırsa, göndərdi, alışmaq. Alışmaq sözü feilin təsriflənməyən formasıdır. Məsdərdə çıxırsan. Oxuyum, bilirəm, yaşasa. Cavab B variantıdır. Yediyimiz, tikilmiş, alınan. Təsriflənməyən formadır. Yağarkən feili bağlama çıxırsan, çıxar-çıxmaz feili bağlama çıxırsan. Cavab olur B variantı. İsə hissəciyini qəbul etməyən feilləri müəyyən edin. İsə hissəciyi nədir? İsə hissəciyi feilin əmr, arzu və şərt şəklində artırıla bilmir. Sən də əmr, arzu və şərt olan variantları götürürsən, işin bitdi. Baxırsan, əmr 5 olan variantı götürürsən. Yazırsa, yaz sözün kökü ır zamandır. Zamandan sonra artırılıbsa, buradakı isə isədir. Deməli, 3 olan variantları çıxmalısan, onsuz çıxmışam. Aha,
Alacağamsa burada da al sözün kökü acaq, əcəz, yaman şəkilçisi olduğu üçün buradakı sasə isə olur. Avtomatik olaraq 4 olanlarda çıxırsan cavabın olur 1, 5, 6. Bir də düzəldirsə düz sözün kökü düzdən düzəl, düzəldən düzəlt, düzəltdən düzəldil, sasə burada şər şəklidir. Ona görə 1-i götürürsən. Öyrənsin əmr şəklidir, 5-i götürürsən. Baxasınız arzu şəklidir. Ona görə götürürsən. 1, 5, 6 A variantı. Bəndlərin birində imiş, hissəci, keçmiş zamanı artırılmışdır. Hissəci olsun, keçmiş zaman olsun. Göy üzündə ulduzlar sayrışırdı. İndiki zamanda heç ümumiyyətlə yoxdur, çıxırsan. Birinci mərtəbədə tip məntəqəsi açılmışdı. Burada mış-miş, muş-muş zamanın özüdür deyə çıxırıq. Adamlar bu mənzərəyə ürək ağrısı ilə tamaşa edərmişlər. Bax, ar-ər. Ar-ərdən sonra artırıldığı üçün, yəni zamandan sonra artırıldığı üçün buradakı mış imiş hissəci idi. Burada okey. Amma keçmiş zaman istəyir. Buradakı ar-ər nədir? Gələcək zamandır. Ona görə də şərtimizi ödəmədi. C variantını çıxırıq. Qapı ağzında 2 keşikçi dayanıbmış. Bəli, buradakı mış özündən əvvəldə zaman var. Özündən əvvəlki zaman ıb keçmiş zamandır. Mış da imiş hissəci idi. Cavabımız olur D variantı. İsə hissəci baxaq. Bir hansı cümlədə məsdər həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul edib. Məktəblər futbol oynamağa böyük həvəs göstərdilər. Oynamağa maqmək var, məsdərdir. Buradakı A haldır. Amma mənsubiyyət yoxdur. Çıxıram. Elnurun gec gəlməyi, Elnurun gəlməyi. Burada özündən əvvəl yəlik hallı söz varsa, ikinci tərəfdə mənsubiyyətdir. Mənsubiyyət var, amma hal yoxdur. Çıxıram. Müğənninin oxumağından. Müğənninin oxumağı. Buradakı I mənsubiyyətdir. Dan da haldır. Cavabın olur C variantı. Keçmiş zaman məzmunlu fe'li sifət hansı cümlədədir? Keçmiş zaman məzmunu yaradanlar hansılardır? Mışdı. Mışdı. Deyir ki, harda qalmışam? Keçmiş zaman məzmunlu fe'li sifət hansı cümlədədir? Mən malı görməmişəm, almıram. Burada ümid fe'li sifət yoxdur, A variantını çıxıram. İnsan vurğun olurmuş ötən xatirələrə. Hansı xatirələrə? Ötən. Ötən sözündəki an-ən indiki zaman məzmunlu fe'li sifət şəkilçisidir. B-ni çıxıram. Nə şirinsən, nə göyçəksən, dərilməmiş bir çiçəksən. Dərilməmiş çiçək. Buradakı mış-miş-muş keçmiş zaman şəkilçisidir. Keçmiş zaman məzmunlu fe'li sifət şəkilçisidir. Cavab olur C variantı. Dolan və an danışan, bunlardakı an-ən indiki zaman məzmunludur. Hansı cümlədə fe'li bağlama yoxdur? Nəcəf yüyürə-yüyürə onlara çatdı. Necə, nə tərzə çatdı? Yüyürə-yüyürə. Fe'li bağlamadır. Xanım xala həyatın çox dəhşətləri ilə üz-üzə dayanıb. Üz-üzə. Burada mürəkkəb zərfdir. Fe'li bağlama deyil. Ola bilər ki, fe'li bağlama ilə sualları üstə düşsün. Bundakı səbəb odur ki, fe'li bağlama zərfin xüsusiyyətlərini də daşıdığına görə avtomatik olaraq sual xüsusiyyətlərini götürür. Amma sən şəkilçini bilməlisən ki, şəkilçi əsasında fərqləndirə bilərsən. Bu zərfdir, yoxsa fe'li bağlamadır. Buradakı üz-üzə zərf olduğu üçün fe'li bağlama yoxdur. Məşəd Aslanı görüncə, incə, incə, uncə fe'li bağlama şəkilçisidir. C variantını çıxırsan. Nadir haqsızlıqlara göz yuma. A. Yum fe'linin üzərinə artırıbdır. Yuyur yenə A şəkilçisidir. Üzərində 2 olanda A deməkdir. Yəni D-ni çıxıram. Onu görəndə görəndə, anda əndə şəkilçisi. Cavab olur B variantı. Hansı fe'llər quruluşca sadə, mənaca məlum növdədir? Daraşmaq. Dara sözün kökü şı, qarşılıq birgəlik. A-nı çıxıram. Səsləşmək. Səs sözün kökü səsdən səslə, səslədən şı. Yəni qarşılıq birgəlik çıxıram. Yarışmaq sözündə yarı. Yarı deyə bir sözümüz varmı? Yoxdur. Və yaxud da yar. Yar deyə sözümüz var. Amma mənim sualıma cavab ver görüm. Yar fe'lindən yarış fe'lini necə düzəldə bilərik? Hanı burada kök və şəkilçi arasındakı məna əlaqəsi? Hanı burada kök və kökdən yaranan söz arasındakı məna əlaqəsi? Yoxdur. Olmadığı üçün deməli sadədir. Və hər hansı bir məna növünün şəkilçisi olmadığı üçün avtomatik olaraq məlum növ olur. Barışmaq. Burada da onun kimi barı deyə bir söz, barı ola bilər, var barı deyə bir sözümüz. Amma barı ilə bir insanın başqa bir insanla barışmağın nə əlaqəsi?
yoxdur. Qarışmaq sözü də onun kimi. Qardan niyə qarış yaransın? Deməli, bunların hər üçü sadədir və məlum növdədir. Cavabın olur C variantı. Uyğunluğu müəyyən edin. Söndürdü, məktublaşdı, ruhlandı. Aha, söndürdü, məktublaşdı. Hamısı bunlara uyğun olmalıdır. Məktublaşdı. Məktub sözün kökü. Məktubdan məktubla, məktubladan məktublaş, məktublaşdan məktublaşdı. İndi mənə de görüm, bu təhlil düzdür? Xeyr, düz deyil. Çünki mən öyrətmişəm. Məktub sözün köküdürsə, məktubdan məktublamaq deyə bizim dilimizdə bir söz yoxdur. Məktubla nədir? Məktublaşdı. Laş ləş şəkilsidir. Biri var la plus ş, bir də var ki laş. La plus ş olanda buradakı ş qarşılıq bir növü yaradır. Amma laş olanda yarada bilmir. Buradakı da laş olduğu üçün qarşılıq bir növü yaratmayıb, məlum növdədir. Ruhlandı sözü də onun kimi ruhdan ruhlamaq deyə bir sözümüz yoxdur. Ona görə 3 olur A variantı. Döyüldü, göründü, atıldı. Döyüldü sözü, göründü sözü, atıldı sözü. Burada göründü ilə atıldı qayıdış növü yaradır. Amma döyüldü sözü məhsul növü yaradır. Çünki qayıdış növü olması üçün döyündü olmalıdır. Ürək döyündü. Onda olurdu qayıdış. Deməli B variantı heç birisinə aid deyil. B olanları çıxırsan. İfşa edildi, qərar alındı, hazır edildi. İfşa edildi. Məsəl üçün, falan kəs ifşa olundu. İfşa edildi. Kim tərəfindən məlum deyil. Qərar alındı. Kim tərəfindən məlum deyil. Hazır edildi. Kim tərəfindən məlum deyil. Deməli 2 olur C variantı. Sildir, oturt, güddür. Bu da nədir? İcbar növüdür. İstifadə edildi, başlandı. Ümumiyyətlə burada heç nə yox. Bu da işə başlandı. Bunlar şəxsiz növdür. Şəxsiz növdə olmadığı üçün ümumiyyətcə götürmürsən, olur A variantı. Və baxıram sonuncu 20-ci suala. Deyir uyğunluğu məlum sadə feillər, icbar növ feillər, qayıdış növ feillər. Geyindi, döyündü, göründü. Geyindik, döyündü, göründü nədir? Qayıdış növdür 3A. Ondan sonra güləşdi, barışdı, savaşdı. Burada olur məlum növ sadə feillər və məktublaşdı, uçuşdular. Burada heç nə qarma-qarışıqlıdır, birinə aid deyil. Söndürtdü, yandırtdı, aldırdı, burada deyildi. B variantı. Bu qədər. İnşallah ki öyrəndik nəsə.